Herkese yeni gündən salamlar. Kanalıma hoş gəlmisiniz. Bugün biraz işlerim çox olacaq. Həm evdə, həm çöldə. İndi Raulun yeməyini, səhər yeməyini hazırlayıram. Və ondan sonra hər halda çıxarıq. Raulu qoyacağım nənəmgilə və gedəcəm özümə bəzi baxım prosedurları elətdirməliyəm. Ondan sonra da gələrik Raulla yəqin ki gəzməyə biraz çıxarıq. Axşama da hər halda vaxtım az olarsa kotlet eləməyi düşünürəm. Yeməyə hazır olana kimi isə Raul peçenye yeyir burada. Can sənə qurban. Bir də mən bura qoz əlavə eləmək istəyirəm. Belə hazır üyüdülmüş qozum var. Bu arada keçi boynuzu ilə qozun qarışımı çox faydalı olur. Bu yaxınlarda çıxmışdı qabağıma bir videoda ki sırf ikisini bir arada qarışdırıb hər səhər bir qaşıq yemək həm beyinə, həm də orqanizmə çox faydalıdır. Nəysə ki, mən bu məlumatı bilməzdən əvvəldə elə Raul əlavə qidaya başladığı dövrdən belə eləyirəm. İndi daha iri dənəlidir. Əvvəllər lap toz kimi üyüdürdüm. İndi amma başlayıram artıq dənələrini iri eləməyə. Mən gedim Raulu yedirdim. Sevinir balam. Can. Ondan sonra da sizə geri qayıdacağım. Mən həmişə çalışıram ki, Raulun hər yemək yedikdən sonra masasını təmizləyim. Elə daha rahat olur. Nəinki gün ərzində çirklənsin və saxlayım və yaxud günlərlə saxlayım elə. Hər yemək yedikdən sonra təmizləyirəm. Artıq vərdiş halına çevrildiyi üçün bunu edərkən yorulmuram. Həmişə bu qədər kirlənmir adətən. Ancaq peçenye yeyəndə belə tökülür. Amma yemək yeyəndə səliqəli yeyir. Ona görə önlüyü də taxmağı sevmir açıqcası. Ona görə də belə çalışıram ki, səliqəli yeməyi öyrədim ona. Raulu apardım nənəgilə. Orada biraz xalamla, nənəmlə vaxt keçirsin. O əsnada da mən öz baxım işlərimi həll elədim və burada artıq çıxdım. Gedirəm biraz alış-veriş eləməyə. Və belə bir mağaza var. Premium El bilənlər bilir Əhmədlidə. Əslində bura kanselyariya mağazasıdır. Yəni dəftər, kitab, ləvazimatları olan bir yerdir. Amma belə məhsullar da olur. Burada da özümə çaşka axtarırdım yeni ilə aid. O qədər çox seçim var idi ki, çox qərarsız qalmışdım. Dəfələrlə baxdım. Düzdür, axırda götürdüm ürəyimə yatanı. Amma mənə elə gəlir ki, bir də gələcəm və bir dənəsini daha götürəcəm. Ümumiyyətlə, bu ilki yeni il məhsulları keçən ilki ilə müqayisədə həm qiymət baxımından daha münasibdir, həm də çeşid olaraq daha çox çeşid var və hər büdcəyə uyğun, hər zövqə uyğun tapa bilirsiniz. Hətta yolkalar belə bu il çox münasib qiymətə düşmüşdü.
Valla belə bir şey götürmək istəyirəm mən əslində. Hərəkəti sevən uşaqdır. Bunlar yəqin ki çox böyük olur, həm də ağır olur. Amma bunlar biraz daha yaxşıdır. Bunlar, bilmirəm, bunlar da maraqlı gəlir, amma bunlar yenilənmir məncə. Yenilənmək üçün bunlar daha yaxşı görünür. Əslində bunlar qəşəngdir, amma böyükdülər. Qiymətləri neçədir görəsən? 70 manatdır bu atlar. Bunlar da 70 manatdır. Bunlar 80 manatda oturacaqlı olanlar. Burada da qəşəng dekorlar var. Video çəkəndə arxa fonda qoymaq üçün axtarıram əslində, amma bilmirəm, bəzən də təbii göy almaq istəyirəm. Burada nə tapmışam? Keçən vlogda göstərmişdim, 5-6 manata hər yerdə tapıram və almadım. Axırda gəldim ki 70'ə tapdım. Mağazadan nələr aldığımı rahat çəkə bilmədim. Ona görə də indi bir kiçik unpacking eləyəcəyik. Belə bir şey götürdüm. İşıqlıdır. Sarı işıq olduğunu düşünürdüm, amma rənglidir. 3 manata. Daha sonra 3 manata belə bir qulaqlıq götürdüm. Bunu Raul üçün götürdüm, amma o taxmaq istəmir gördüyünüz kimi. Yenə də çox şirin görünürdü. Şəkillərdə çəkdirmək üçün götürdüm. Bunu shortslarda görəcəksiniz ki, nə üçün götürmüşəm. Daha sonra belə bir stəkan götürdüm 6 manata. Ölçüsü mənə görə yaxşıdır. Amma bəlkə bunun gedib başqa bir rəngində götürərəm, yoldaşımla cüt olsun deyə. Və belə bir masaüstü yolka götürdüm. Bunu keçən ildə götürmək istirdim. Əslində daha böyüyünü götürmək istəyərdim, amma əlim gəlmədi ona pul verməyə açıqcası. Bu ölçünü isə 6 manata götürmüşəm. Çox gözəl bir şeydir. Həm də bunu düşündüm ki, yeni ilə aid tarif videolarımın arxa fonunda da çox gözəl görünər. Nova Sondan isə belə bir qab altlığı götürdüm. Hələlik bir dənə götürdüm, çünki əslində qabın altına yox da dekor olaraq istəyirdim. Və belə bir yapay bitki. Bu da 6 manata düşmüşdü endirimdən. Deməli qızlar, mən nə edirəm? İndi yeni ilə aid nəyim varsa çıxardım və yeni aldıqlarımı da bura əlavə elədim. Süfrə dekoru eləyəcəm. Bir də belə bir balaca yolkam var. Yolka almamışıq özümüzə, gördüyünüz kimi, yəni çox balacadır, həddindən artıq balacadır. Bunu da heç bilmirəm, qurmuyum. Qursam da zaten hara qoyacağım, yəni bilmirəm Raula görə. Həm də Raula görə bu il almadıq. Əslində bu il yolkalar çox qəşəng qiymətə düşüblər. Amma zaten qursaq da Raul dağıdacaq. Ona görə düşünürəm ki, elə balacasını qursaq ona hələ ki kafidir. Keçən ilki dekorumu da buralara bir yerə yerləşdirərəm. Baxarsınız ki, bu balaca yolka ilə necə gözəl bir şey yaratmışdıq. Saat 9'a gəlir artıq. Raul da peçenyasını yedi. 2 dənə peçenya yedi. İndi üstündən püre də verəcəm. Ondan sonra da pampesini dəyişəcəm, göndərəcəm yatmağa. Akşam yeməyimiz də bu formada oldu. Biraz yorğun gəldiyim üçün tez bazar soğuk kotleti elədim və yanına da əlbəttə ki son zamanlar çox dadlı bişirdiyim kartoşka qızartması. Gedək, biz nuş edək. Siz də əgər məni izləyərkən yemək yeyirsinizsə, sizə də nuş olsun.
gözəl dekorla salamlayıram. Dünən axşam halım olmadı, elə qoydum, eləcə getdim yatdım. Səhər durdum və bol enerji ilə, həvəslə belə bir şey hazırladım. Məncə çox şirin alındı. Bunları da belə yanına qoydum. Hələlik bilmirəm qəşəng görünür ya yox, amma ki bildiyim bir şey var ki, bu mənim ilk dekorum olmayacaq. Yəni bir neçə dənə dekorlar eləmək istəyirəm ki, həm sizə fikir olsun, həm bəlkə daha yaxşısını eləyə bilərəm. Ona görə hələlik belə eləmişəm. Dünən sizə demişdim ki, yəqin ki yolka qurmayacağam. Bu balacanı da qurmağın adı yoxdur. Bugün səhər durdum və Temudan yolka sifariş verdim. Ayın 10-u və 21-i arası gəlməlidir. Böyük bir risk aldım və yolka qurmaq fikrinə gəldim. Bilmirəm Raul dağıdacaq ya yox. Raul da burada oturub yuxudan yeni oyanıb. Və bu vlogu burada bitirmək istəyirəm, çünki çox uzandı. Növbəti vlogda çalışacağam həm yeni il dekoru fikri ilə gəlim, həm də yeni ilə aid şirniyyatlar hazırlamaq istəyirəm. Ona görə də like'larınızla və rəylərinizlə dəstək olmağı unutmayın. Sizi çox sevirəm. Hələlik.